başlatmağı unutmuşam. Səssizdir biraz, həm də qaranlıqdır. Yeni bir kafeye gəlmişəm. Nihayət bugün gedirəm dırnaqlarımı dəyişməyə. Üzümü göstərmirəm, makyajsız falan, biraz yuxulu, yəni beləyim. Amma nihayət bu dırnaqlar dəyişir. Düşündüm ki, işə getmədən fərqlanmada vlogumda sizinlə bərabər baxın. Bu dəfə az karton var, ona görə ayrı bir video paylaşıram. Kəmərdim. Uzun müddət belə kəmər axtarırdım, almaq qərar verdim. Hələ bunu. Bu pumpkin spice baharatıdır. Mən sevirəm pumpkin spice, ona görə dedim ki, bunu alıb yoxlayaq belə. Çox şəkərdir, burada da böyle bal qabaq falan var. Axlarını korlamaq. Pumpkin spice siropdur. Düşündüyümdən böyük oldu amma. Axlarımı dünən sizinlə bölüşmədim. Gedirəm dedim, amma sonra bölüşmədim. Çox qəşəng oldular. Instagramda ətraflı bölüşmüş. Şeydən də taksidə qaldı barmağım. Pis idi, ağrısı falan, şiş idi, biraz da buz qoydu. Bugün daha yaxşıdır. Deyirəm, get-gedə daha da yaxşı olur. Qəbul edirəm, öz gözümdəydi. Pumpkin spice kafe. Şirinliyinə baxın. Üz qapağı çox qəşəngdir. Hələ buna baxın. Belə bir kart. Arxada da Pumpkin Spice Cafe menü var. Uzun, sadə. Gəl bir yerdə yoxlayaq da. Yaraşdı məncə. Pis deyil. Bu arada dırnaq bordodur əslində. Yəni tam bu bordo kombinimə uyğun. Sevdim. Aldıqlarım bu qədər idi. Yolda olan bir-iki sifarişim də var, amma artıq onları gözləyə bilməzdim. Bəlkə vlogu paylaşana qədər gəlsələr, onlarını bölüşərəm sizinlə. İndi isə mən işə gedirəm. Sonra nəsə deməliydim, bilmirəm. Nəysə bu qədər. Bu vlogda belə hər şeydən olacaq. Və çəkməyi unutmaram ən əsası. Nəysə sağ olun, görüşərik. Və hələ ki depo kimi istifadə olunan otağım. Bugün ərzində bəzi mebellər gəlməli idi. Bəzilərini isə problem yaşadım deyə geri qaytarıldı. Ona görə indi sonradan onları da almalıyam və tamamlamalıyam. İndi isə çatdırılmanı gözləyirəm. Nəhayət gəlib çıxdı, amma təəssüf biri var, digərləri yoxdur. İndi onları da gözləyirik. Yenə mən vlogu hələ bölüşmədiyimə görə bunları da sizə göstərə bilərəm deyə düşündüm. Yeni bir bağlamamız var. İki bağlamamız var. Xada bu şey mənim çox pis əsəbimə toxunur. Amma hələ ki onu yer tapa bilmədiyimə görə yerini dəyişdirə bilmirəm. Və mükəmməl bir üst geyim almışam. Belə jaket tipli. Çox bəyənirəm bunu. Üstündə göstərdə daha qəşəng görünəcək. Mən bu bağlamaya baxaq və keçən ildən qaralamışdım. Sonunda gördüm bu tip başqa bir şey bəyənmirəm. Dedim elə bunu alım. Çox qəşəngdir və alımda çox qəşəng kombinlər var. İnşallah geyinib şəkillərini bölüşərəm. Görüşərik. İnşallah bu vlogu artıq bu həftə bölüşə bilərəm. 5-dir, 5 noyabrdır. Və mən bu vlogu 2 həftədir çəkirəm, amma hələ də bölüşə bilməmişəm.